أعوذ بالله من الشيطان الرجيم بسم الله الرحمن الرحيم وبه نستعين وهو خير الناصرين ومعين وصلى الله على سيدنا ونبينا أبي القاسم المصطفى محمد اللهم صل على محمد وآل محمد ولعنة الله على أعدائهم أجمعين من الآن إلى لقاء يوم الدين رب اشرح لي صدري ويسر لي أمري واحلل عقدة من lisani yefqahu qavli. Allahın salamı, bərəkəti və məğfirəti olsun pak əhl-i beytinə və siz dəyərli əhl-i beyt aşiqlərinin üzərinə. Sizləri və özümü Allahın təqvasına riayət etməyə dəvət edirəm inşallah. Bugün Həzrət Rasulullah sallallahu aleyhi və alihi və səlləmin bir dənə hədis-i şərifi var. Hədisində buyurur ki, Allah təbarək və teala 7 dəstə adama öz ərşinin sayəsində yer verər. Öz ərşinin kölgəsində onlara yer verər. Bildiyimiz kimi, qiyamət günü çox dəhşətli bir günü olacaq. Quran-ı Kərimdə Allah Teala qiyamət gününün haqqında danışanda buyurur ki, hamilə qadınlar öz yükünü yerə qoyar qorxusundan. Və bir surədə bir ayə həqiqətən məni o qədər belə sirkələdi, məni o qədər sarsdı ki, bir qiyamət günü bəzi insanların, bəzi uşaqların qorxudan saçlarının ağardığını görərsiniz. Və o qədər dəhşətli bir gündür, o qədər dəhşətli bir andır ki, onun vəhşətindən, onun qorxusundan uşaq yaşdakılar belə qorxusundan yaşlı adamlar kimi görünər. Saçları ağarar, qəddi bükülər. Bunları deməkdə məqsədim nədir? Quran-ı Kərimdə Allah Teala ki, qiyamət gününün haqqında danışır, bizlərə xəbər çatdırır. Deyir Allah Teala bu 7 dəstə insanın, bu 7 xislətə sahib olan insanlara Allah öz rəhmət sayəsinin altında onları belə deyim, o çətin vaxtlardan, o çətin qorxulu anlardan nicat verər, o rəhmət sayəsinin altında durarlar onlar. Və oradan cənnət-i əlaya baxarlar, öz məqamlarını orada görərlər. Onlardan birincisi budur ki, ədalətli rəhbər. Bir məntəqənin rəhbəri ola, bir vəzifədə olan bir şəxsiyyət ola, amma o ədalətli ola. Ədalətli şəxsiyyətə Allah bu qədər önəm verir ki, deyir, qiyamət günü o çətin vaxtda, o çətin hadisələrdə Allah onu öz rəhmət sayəsinin altına alar və oradan məhşərdəki haqq hesab hadisəsinə rahatlıqla, aramlıqla baxar, qorxu, çətinlik, susuzluq, acılıq ondan götürürlər. Allah ona öz rəhmət sayəsində yer verər. İkinci, Həzrət buyurur hədisində ki, Allah Teala'nın öz ərşinin sayəsində, rəhmət sayəsində ona yer verər, ibadət edən cavandır. Gənc yaşında ibadətə meyl eləyən, ibadətə önəm verən cavana Allah Teala öz rəhmət sayəsinin altında, öz ərşinin sayəsinin altında yer verər. Həzrət Rasulullah sallallahu aleyhi və alihi və səlləm hədislərinin birində buyurur ki, Allah təbarək və teala ibadət edən gənci öz mələklərinə göstərər və onunla fəxr eləyər. Və belə buyurar, deyir, baxın bu gənc mənim üçün şəhvətini tərk eləyib. Gəncdir, gücü qüvvəti yerindədir, nə istəsə onu eləyər. İstəsə günah işlərlə də məşğul olar, istəsə savab işlərlə də məşğul olar. Deyir ki, əgər bu gənc ki öz şəhvətini cilovlayıb, gənc yaşında özünü ibadətə, itaətə verib, bu mənim qatımda ən üstün mələklərə bərabərdir. Gərək insan gənc yaşında, gücü qüvvəsi yerində olan vaxtı ibadətlə, itaətlə məşğul ola ki, Allahın qatında da dəyəri olsun. Bəzi insanlar var, görürsən ki, bütün cavanlığını haram yerlərdə, haram məclislərdə xərcləyib, ömrünün axır vaxtlarında artıq içkini, üzr istəyirəm, haşa məsciddən, haşa özünüzdən, belə deyim, içkini içmək istəyir, haram olan bir Allahın haram etdiklərini icra etmək istəyir, amma artıq onu bədəni qəbul eləmir.
Yəni elə bir hala, elə bir vəziyyətə gəlibdir ki, içki içmək istəyir, haram işlər görmək istəyir, görür ki, bədəni artıq qəbul eləmir bu şeyləri, gəlir dinə. Nə yaxşı olar ki, insan, nə yaxşı olar ki, cavan yaşında, gənc vaxtlarında tövbə eləyə, Allahın yolunla gedə, Allah istəyən yolda addımlaya. Bunun dəyəri Allah qatında, qoca yaşında, əldən ayaqdan düşmüş yaşında dinə gələnlərdən çox-çox üstündür. Üçüncü, buyurur ki, niyyət eləyə, istəyi ola ki, məsciddədir, məsciddən çıxdı, yenə məscidə gələcəkdir. Deyir, bu barədə məsciddə ibadət eləyənlər haqqında Allah təbarək və teala çox dəyər verər onlara. İnsan nə qədər ki, məscidlə get-gəl eləyər, mənəviyyatı daha güclü olar, mənəviyyatı daha möhkəm olar. İnsan ki, məscidə get-gəl eləyər, həmişə düzgünlük görər, həmişə doğru sözlər eşidər. Məscid bir növ bir qalıya bənzəyir ki, insanlar o qalıya nə zaman daxil olsa, bəlalardan, müsibətlərdən, xoşa gəlməz şeylərdən uzaq olar. Ona görə buraya məscidə get-gəl eləməyə çox diqqət yetirək. Peyğəmbər salavatullah da bu barədə buyurur, Allah təbarək və teala bir yerə, bir məntəqəyə bir bəla nazil etmək istədikdə, məscid əhlinə baxar və bəlanı o eldən uzaqlaşdırar. Əgər bir el, oba, məscidə, dinə, imana bağlıdırsa, məscidə gediş-gəlişləri öz yerindədirsə, məscidə gediş-gəlişlərini sıxaldıblarsa da, ünsiyyətləri daha yaxşıdırsa da, sağlamdırsa da, Allah əgər o elə bəla göndərmək istəsəydi, o məscidə gedib gələnlərin hörmətinə bəlanı oradan neyniyər, uzaqlaşdırar. Ona görə çox önəmlidir. Və dördüncü, Həzrət buyurur ki, ibadətə görə başqaları ilə dostluq edən şəxsi Allah öz rəhmət sayəsinin altında yer verər. Yəni, Allaha xatir dost olan, ibadətdə, itaətdə bir-birinə dostluq eləyən, məsciddə bir-birindən tanış olan və ibadətdə qardaşlıq, dostluq eləyən şəxslərə Allah öz rəhmət sayəsində yer verər. Bu önəmlidir və bu barədə Həzrəti Rəsulullah buyurur ki, ən yaxşı əməl Allaha görə dost və Allaha görə düşmən olmaqdır. Təvəlla və təbərra deyirlər. Yəni, Allahın dostları ilə dostluq eləyəsən, dinimizin vacib hissələrindəndir. Allah dostlarından dostluq eləyək, Allah düşmənlərinlə də düşmənçilik eləyək. Bu bizim boynumuzdakı vacib olan əməllərdən biridir. Necə ki, namaz başqa vacibat olduğu kimi, bu da bizim boynumuzda vacibdir ki, Allah dostlarından dostluq eləyək və Allah düşmənlərinlə də neyniyək? Düşmənçilik eləyək. Və beşinci əməl budur ki, xəlvətdə günahların qorxusundan ağlaya insan. Yəni, günahlarına görə, etdikləri o yanlışlara, xətalara görə insan xəlvətdə ağlaya, bir peşmançılıq hissi keçirə, Allahdan bağışlanmaq diləyə. Deyək, belənçi bir şəxsi Allah öz ərşinin sayəsində bunlara yer verər. Öz rəhmət sayəsindən bunlara yer verər. Həzrət Əli əleyhissalam bu barədə buyurur ki, Allah qorxusundan ağlamaqla günahlarınızı yuyun. Günahlar yuyular deyir. Deyir, Allah qorxusundan bir nəfər ağlıya, etdikləri günahlara baxa çevrilə bir arxasına görə ki, mən nə qədər günah işlər görmüşəm. O günahlara görə Allahdan istiğfar eləyə, bağışlanmaq diləyə və ağlıya, deyir, o göz yaşları onun bütün günahlarını yuyar aparar. Altıncı buyurur ki, gizlin şəkildə sədəqə vermək. Gizlin şəkildə sədəqə verməyin çox-çox böyük savabı var. Peyğəmbər salavatullah buyurur ki, gizli verilən sədəqə Rəbbinin qəzəbini söndürər. Yəni, gizlində bir nəfərin ehtiyacı var idi. İmkansız, çətin vəziyyətdə olan bir ailə idi. Götürdün ona sədəqə verdin, bir özü bildi, bir də sən bildin. Heç kim bilmədi. Hətta məhsumların həyatına baxsaq, görərik ki, onlar bir nəfər, bir ehtiyac sahibi gəlib qapılarını döyəndə, onlardan köməklik istəyəndə, qapının arxasından kirmişcə əllərini uzadıb verərdilər ki,
bu şəxs hardasa məni görər, mənlə üz-üzə gələr, məni görəndə utanar, xəcalət çəkər. Əhl-i Beyt əleyhissalam belə idi və sədəqələrini gecənin bir hissəsində heç kim görmədiyi zaman gedərdi imkansız ailələrini. İmam Səccad əleyhissalam, Həzrət Əmir əl-Möminin Əli əleyhissalam və bütün imamların həyatında bu cür şeylər olubdur. Ələl-xüsus da Həzrət Əli dünyasını dəyişəndə İmam Həsən və İmam Hüseyn əleyhissalam ona qüsul verirdi. Gördülər ki, çiyinləri qabar bağlayıbdır. Sual verdilər ki, bu nəyin qabarıdır? Bu nəyin yarasıdır belə? Nə olub, nə səbəb olub ki, hansı döyüşdə bunlar əmələ gəlib? O zaman İmam Həsən və İmam Hüseyn əleyhissalam dedi ki, atamız Əli gecələr yetim uşaqlara, kimsəsiz ailələrə gecələr ərzaq daşıyardılar, çörək daşıyardılar, xurma daşıyardılar. Ehtiyacların nələrə var idi, həmin onları kirmitcə bütün əl-ayaq çəkiləndə, cəmaat öz evinə girəndə, yatmağa çalışan vaxtlarında gedərdilər, heybələrinə doldurardılar ehtiyaclı olan şeyləri, ərzaqları, bir-bir qapını döyüb özləri də oradan uzaqlaşardı. Heç kim Həzrət Əli ölən gününə qədər bilmədi ki, onları verən Həzrət Əli idi. O ərzaqları qapılara qoyan Həzrət Əli idi. Öləndən sonra aradan 3-4 gün, 5 gün, bir həftə vaxt keçəndən sonra gördülər ki, artıq bunlara o axşamlar ərzaq gətirən şəxs ərzaq gətirmir. Onda bildilər, başa düşdülər ki, bunları verən Həzrət Əmir əl-Möminin Əli əleyhissalam idi. Əhl-i Beyt əleyhissalam belə idi. Peyğəmbər salavatullah başqa hədisdə buyurur ki, sədəqə Rəbbinin qəzəbini söndürür və insanı pis ölümlərdən uzaqlaşdırır. Sədəqə o qədər önəmlidir və insanın ömrünü bərəkətli eləyən vasitələrdən, ruzisini bərəkətli eləyən vasitələrdən biridir. 7-ci və sonuncu bunu da deyim. Həzrət Rəsulullah buyurur ki, gözəl bir, üzr istəyirəm ifadəmə görə, yəni bu sözü, bu hədisin davamıdır, bunu deməliyəm, deyir, gözəl bir qadının zinayət dəvətini bir insan ki, qəbul etməyə, uzaqlaşdıra, haram şeylərdən uzaq dura, deyir, Allah Teala ona öz ərşinin sayəsinin altında yer verər. Qiyamət günü o çətinlik vaxtı, o acılıq, susuzluq vaxtı, o qorxulu vəhşət vaxtı Allah Teala ona öz ərşinin sayəsinin altında yer verər. Rəhmət sayəsinin altında yer verər ki, o bəndə Allahın qəzəbindən xilas olar. Allahdan arzum budur. Allah bunları oxuduqlarımıza, eşitdiklərimizə, öyrəndiklərimizə bizləri əməl edən şəxslərdən qərar versin inşallah.